Test nümunəsi. Test nümunəsi. Choose the correct variant. Doğru variantı seçin. Bu test nümunəsi so such ilə qurulan ifadələrə aiddir. So özündən sonra sifət və ya zərf ilə işlənir. Such isə özündən sonra isimlə işlənir. Bəzən saçdan sonra sifət də gələ bilər. Bu halda mütləq isim işlənməlidir. Eləcə də abituriyentlərimiz bilməlidir ki, so'dan sonra many, much və ya so'dan sonra few, little işlənə bilər. Amma such özündən sonra yalnız a lot of ilə işlənə bilir. Təbii ki, burada müvafiq olaraq isim işlənməlidir. Cavabları nəzərdən keçirək. A bəndi yanlışdır. Such little cat deyil. Burada such a little cat. Burada little small sözünün, small sifətinin sinonimidir. Belə balaca pişik. B bəndi yanlışdır. Such a beautiful scenery. Scenery sahil mənisim olduğu üçün burada article işlətmək olmaz. C variantı yanlışdır. So important news demək düzgün deyil. Çünki so özündən sonra isimlə işlənmir. D variantı doğrudur. So much housework. So özündən sonra many much ilə işlənə bilir. Housework sahil mənisim olduğu üçün doğrudur. Y variantı yanlışdır. Such özündən sonra much ilə işlənə bilmir. Doğru cavabımız D bəndidir.